Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahda ən çox qorxanız, yəni təqvalı olanınızdır. Allah həmd olsun İslam ümmətinin, alimlərinin bu dünyaya verdikləri töhfələr, kəşflər barəsində olan növbəti bir videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın dəyərli dinləyicilər. Qoy daha çox müsəlmanlar öz alimlərini tanısınlar. Yəni o alimlər ki, hansı ki Allahlarını tanıyıblar, peyğəmbərlərini tanıyıblar. Allahın kitabını oxuyublar, ona əməl ediblər, Allahın kitabı ilə yaşayıblar və bununla bərabər Allah Subhanahu wa Taala onlara elə bir elm bəxş edib ki, bütün dünya, kafirlər onların elmindən istifadə edirlər, qardaşlarım. Allah həmd olsun. Ona görə də müsəlmanlar öz alimlərini tanımalıdırlar. Deməli, birinci videomuza baxaq və orada çəkilən alimlər barəsində, onların həyatı barəsində və nə kəşf ediblər, o barədə danışaq inşallah. В 1900 году отец хирургии Аль-Захрави опубликовал хирургическую энциклопедию в картинках. 30-томная энциклопедия, известная как Китаб Аль-Тасриф. Deməli, Əz-Zahravi barəsində danışır. Əz-Zahravi, dəyərli dinləyicilər, müasir tibb ki var, hansı ki, deməli, həmin o tibbin, cərrahiyyənin əlaqəsüzdə, o tibbin də sahələri var içərisində, cərrahiyyənin atası sayılır. Əsl adı Əbul-Qasim Xələf ibn Abbas Əz-Zahravi, Əndəlüslü idi, Kordova yaxınlığında Əz-Zahra şəhərindən idi. Ona görə də ona Əz-Zahravi deyirdilər. Məliki məzhəbindən idi, dəyərli dinləyicilər. Əl-Təsrif adlı bir kitab yazır, 30 cildlik bir kitabdır və 30 cildin içərisində təsəvvür edin ki, o kitab var və o kitabda olan səhifələr də var və həmin 30 cilddə, dəyərli dinləyicilər, 30 cildi. Birinci cildi bütünlüklə cərrahiyə aiddir. Bütünlüklə cərrahiyə aiddir. Və deyir ki, 200-ə yaxın cərrahiyə alətləri var, hansı ki, bu günləri cərrahlar istifadə edirlər, kəsməyə, doğrama. Həmin o cərrahiyə alətlərinin şəkilləri, onları hamısı icad edən birisi olub. Deməli, nə icad edib? Bizim bugün istifadə etdiyimiz nəşlər, cərrah masası, qayçı, pinset, diş çəkmə aləti, hamısını o çəkib və təsvir edibdir öz kitablarında. Təsəvvür edin, 936 1013-cü ildə dünyasını dəyişən birisi idi. 936-cı ildə dünyaya gələn birisidir. Və həmin o kitabında, 30 cildli kitabında bu cərrahiyyə alətləri barəsində, onların necə olması barəsində hamısını çəkib göstəribdir. Və deyir ki, ilk cərrahiyyə ensiklopediyasını, xora, qırıq, sınıq, doğuş, katarakta, diş, plastik cərrahiyyə və s. kimi hamısını həmin o kitabda qeyd edibdir. Hər şey vardır. Sonra deyir ki, bağırsaqdan alınan iplə yaraların tikilməsi. O bilirsiniz ki, yaraların tikilməsi, o xüsusi iplərdir. O bizim bildiyimiz ip deyil. O heyvanların bədənlərindən götürülmüş, dərdən hazırlanmış iplərdir. Xüsusi bir iplərdir. O həkimlər onu daha yaxşı bilirlər və oyna onların hamısını. Keysəriyyə, uşağın ana bətnindən çıxarılmasının təhlükəsiz yollarına necə çıxarılır? Hamısını Əz-Zahravi öz kitabında qeyd edib, 30 cildli Ət-Təsrif kitabında. Və deyir ki, Maliki məzhəbindən Əndəlüstan idi və elm və din arasında heç bir münaqişə görmürdü. Əlhəmdülillah, o insanlar yəni həm dinlərini yaşayıblar, həm Allahlarını tanıyıblar və onunla bərabər Allah Subhanahu taala bu elmləri də onlara bəxş etmişdir. Имеется разъяснение об около 200 хирургических инструментах. Многие инструменты были разработаны самим Аль-Захрави, видоизмененные, они используются и по сегодняшний день. Yəni bugünə qədər də həmin o alətlərdən nədir? İstifadə edirlər. Машина. В 9 веке Аббас ибн Фирнас. Abbas ibn Firnas. Bu barədə biz ötən dərs danışdıq. Abbas İbn Firnas, hansı ki 810-887-ci Əndəlüsdə Kordovada doğulur, həkim, mühəndis, astronom idi və şair idi və ərəbin ilk aviatoru sayılır. Deməli, Kordovadan, dağın üzərində Cəbəl Əl-Əruz dağından qanadlı bir təyyarə kimi bir şey düzəldir, hansı ki 600 il ondan Abbas ibn Firnasdan sonra Leonardo da Vinci ondan təsirlənərək öz qanadlı təyyarəsini çəkir.
Lakin praktik olaraq Abbas ibn Firnas 810-cu ildə, yəni 852-ci ildə həmin o dağdan tullanan 10 dəqiqə uçuş edir oyuna. 10 dəqiqə oyuna uçuş edir və sonra yerə pis düşərək belini zədələmişdi. Abbas ibn Firnas был первым человеком, который попытался взлететь, используя механизм. Около Кордовы в Испании в течение нескольких минут он летал наверху, затем упал на землю, частично сломав свою спину. Без сомнений, одним веком позже его проектами был воодушевлен известный итальянский художник и изобретатель Леонардо да Винчи. Университеты с выдачей диплома. В 859 году в Фессе университет Карауин стал первым университетом с выдачей диплома, основанным Фатимой Аль-Фихри. Fatimə Əl-Fixri. Subhanallah lazım. Diqqətlə dinləyin bu insan həyatını. Qadındır Fatimə Əl-Fixri. 800 və 880-cı illərdə dünyanın ilk universitetini qurur, qardaşlarım. Bu günləri o Avropa danışırıq, Qərb danışırıq, nə bilim, nədə olar adları. O universitetlər var Avropada, İngiltərədə, nə bilim, Qərbdə, hansı ki ağız dolusu danışırlar. O universitetlərin heç 100 il, 2 əsr heç yaşları yoxdur, qardaşlarım. Bu insanlar 10 əsr bundan əvvəl universitetlər qurublar və o universitetlər bugünə kimi fəaliyyət göstərir və arası dayanmadan tələbə yetişdirir. Diplomlu tələbələr yetişdirir. Dünyanın ilk universitetini qurub Fatimə Əl-Fihri. Adı Fatimə binti Muhammed Əl-Fihri Əl-Qureyşi. Ləqəbi Ümmül-Bənin. Oğulların anası. Allahu Akbar. 859-cu ildə Mərakeşdə, Marokkoda, Fəs şəhərində Əl-Qaraviyyun mədrəsəsini qurur. Əvvəlcə mədrəsə olur, sonradan o nədir? Universitet. O vaxt atası da varlı tacir idi. Vəfat edəndə böyük miras qoymuşdu. Fatimə ilə bacısı Məryəm bu pulu elmə xərcləyirlər. Subhanallah lazım. Gör Allah Subhanahu taala, yəni onlara necə elm bəxş edir. Ona görə də qardaşlarım, vallahi ki, kim Allahın dinini yaşayacaqsa, Allah Subhanahu taala onun dünyasını da verəcək. O Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə buyurur ki, kim deyir, dərdi dünya olacaqsa, dünyanı Allah taala ona verəcək. Axirətdə heç bir pay olmayacaq. Kimin dərdi axirət olacaq, Allah taala onun dünyanı istəmədən ona bəxş edəcək. Bu belədir. Yəni dünyanı istəmədən ona bəxş etmək nə deməkdir? Yəni dünyanın var dövləti deyil, amma bu elm, hər bir şey verəcək ona Allah taala. Tək sən Allahla, tək sən Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsindən yapış, Allahın kitabından yapış. Və deyir ki, Məryəm də, bacısı Məryəm də Fəsdə, Əndəlusda məscid tikir. UNESCO həmçinin Guinness Rekordlar kitabı Əl-Qaraviyyun universitetinə deməli olaraq rəsmi olaraq universitet statusunu verirlər 1963-cü ildə. Və deyir ki, orada İbn Xaldun kimi, İbn Ruş kimi və həmçinin digər böyük alimlər, İslam alimləri nədir, yetişmişlər. Fatimə Əl-Fihri, Əl-Qaraviyyun Universiteti. Yanınızı saxlayın, qardaşlarım. Студенты несколько лет обучались у учителей, начиная от светских наук и заканчивая религиозными. Квалифицированные студенты могли получать сертификаты, известные как иджаза, что в свою очередь показывало, что студент понимает предмет. Bu da kim? Bu Meryem el-Usturlabi. Məryəm Əl-Usturlabi. Deməli, adı Məryəm olub 10-cu əsrdə haqqında çox az bir məlumat var. Hətta burada gətirilir, deyirlər ki, bir cümlə var onun haqqında. Tarixdə adı çəkilən ilk qadın astronom. Astronomiya alətlərindən birini düzəldib tarixdə Məryəm. Atası da həmin o alətlərdən düzəldən olub. Bu nə alətlər idi? Deyirlər ki, qardaşlarım, deməli, nə iş görürdü? Namazın nə üçün hazırlanmışdı o alətlər? Namazın vaxtını tapmaq üçün, qiblənin istiqamətini tapmaq üçün, ulduzların mövqeyini hesablamaq üçün və həmçinin dənizdə üzənlər üçün kompas. Və onun düzəltdiyi həmin o astrolablar o qədər dəqiq idi ki, sarayda deyir istifadə olun. O astrolab düzəltmək kişi işi idi. Lakin Məryəm həm kişi, həm qadın tələbələrə də dəstəyirdi. Tarixdə qadın alimlər az qeyd olunduğu üçün onun haqqında da çox az bir məlumat verilmişdi.
Deməli, burada deməli bu həmin o dediyim kimi Londonda 2006-cı ildə Londonda çıxan İslamın qızıl dövrünün 600-cü ildə 1600-cü ilə qədər dünyaya verdiyi kəşflər barəsində olan kitabın əsasında çəkilmiş filmdir. YouTube-da var, ingilis dilindədir. Həmin o kitabda Londonda buraxılıb 2006-cı ildə 600-cü ildə 1600-cü ilə 1001 elmi kəşflər müsəlmanların. Və həmin o filmdəndir. Türk dilində tərcümə olunub, YouTube-da kimsəsə girib baxa bilər. Orada bəzi alimlər haqqında danışır və burada Məryəm haqqında da danışır ki, bəli, bu cür elmi işlərin görən bir qadın olur. Astronomlar, elinizde tutabileceğiniz şekilde küçük bir tablette gökyüzü ve yıldızları gösterir. Bunları eski bir yön bulma, hesaplama ya da zamanlama aletleri olarak Yəni balaca bir alətlə, çünki biz namaz qılırıq, bu günləri namaz təqvimləri, qiblənin istiqaməti, bunlar hamısı indi bugünkü dünyada inkişafla o qədər inkişaf edib ki, biz bunları rahatlıqla əldə edirik. O vaxt insanlar bu şeyləri tapmaq üçün illərlə işləyirlər üzərində. Şimdilerde ise saat, pusula ya da uydu cihazlarınız var. Bunlar insanların ve gezginlerin dünyayı dolaşmalarını sağlıyor. Bilimin en parlak olduğu dönem. Ve bunların hepsi altın çağda mı geliştirilmişti? Bu buzlağının sadece gözle görünen kısmı. Hayatın tüm yönlerini kapsayan binlerce icat yapıldı ve takip eden yıllarda bunların Ortaçağ Avrupa'sında izler bırakan bir sürü etkileri oldu. Gördüğünüz gibi işte karanlık değilmiş. Peki алгебра была открыта великим ученым и математиком Muhammedом ibn Musa al-Xarizmi. Bu dəhşətdir, qardaşlarım. Yəni, özünüz də görürsünüz ki, Allah Subhanahu taala yəni İslam ümmətində təkcə kişilər deyil, həmçinin qadınlar da əlhamdülillah o qədər nailiyyətləri var. El-Xarizmi. Mən bunu eşidəndə mən dəhşətə gəldim, qardaşlarım. Yəni bizim məktəbdə keçdiyimiz o Cəbr var da, eşitmişsiniz də Cəbr. Həndəsə Cəbr keçmişik də. Həmin bunun adı ilə bağlıdır. El-Xarizminin adı ilə bağlıdır o Cəbr. Kitab El-Cəbr belə bir kitabı da var. Müasir riyaziyyatın atasıdır. Adı olmasaydı bugün telefonlarımızda kalkulator da olmalı. Bu kalkulator zadı var. Sonra bilirsiniz ki, əvvəllər Rum rəqəmləri ilə çəki yazırdılar da 5, 1, 1 belə xəttlərlə. Onlar da çox böyük bir yer tuturdu. Rəqəmlərə keçmək 1, 2, 3, 0. Həmin o bu El-Xarizmi. Yəni bunun kəşfi ilə bağlıdır. Və həmçinin deyir ki, Muhammed ibn Musa El-Xarizmi Xarəzmdən idi. Özbəkistanın Xarəzm adlanan yerindən. Və sonra Bağdada gəlir. Bilirsiniz ki, Bağdadda Beytül Hikmə, yəni Hikmət evi adlanan böyük bir mədrəsə, elm ocağı var idi ki, hansı ki, böyük alimlər oradan çıxırdılar. Avropaya əsrlər sonra gəlib o yerlərə çatıb. Və deyir ki, nə ixtira edib? Cəbr dediyim kimi, Cəbr adı onunla bağlıdır. Həmçinin də, qardaşlarım, bu alqoritm var, alqoritm. Alqoritm deyiləndə elə Xarəzmi öz adıdır. Latın dilində alqoritm deyirlər ona. Yəni Xarəzmə Latın dilində alqoritm deyilir. Bu günləri biz alqoritm istifadə edirik. Alqoritm elə həmin Xarəzmdir. Allahu Ekber. Və deyir ki, həmin alqoritmdir ki, bu günləri bütün proqramlar var, hamısı Google-dır, TikTok-dur, ChatGPT-dir. Bu günləri bu dinsizlər, ateistlər çıxırlar, danışırlar ağızlarına gələn. Bu müsəlmanların əl işləridir o. Müsəlmanların əl işləridir ki, bu dinsizlər, imansızlar indi istifadə edirlər. Və hələ də İslamı bəyənmirlər. Allahu Ekber. Который жил с 780 по 850 года. Он объяснил, как использовать алгебру в решении реальных мировых проблем, таких как вычисление заката и раздел наследства. В одной из своих книг, носящей его имя, есть слово «аль-джабр», означающее окончание, завершение, от которого и произошло латинское слово «алгебра». Камеры. Еще в далеких тысячных годах Ибн Аль-Хайдхам открыл оптику и описал, как работали первые камеры. Əl-Heysəm ilk olaraq optikanı qurucularından, optikanı təyin edənlərdən birisidir, qardaşlarım. İlk olaraq insanın gözünün görməsi, şua ötürməsi ilə ondan sonra ilk olaraq optikanı quran, kəşf edən şəxslərdən biridir. Yəni bu
qardaşlarım çox az bir hissəsidir. Yəni sadəcə onların içərisindən seçib gətirmişəm ki, yəni özüm üçün də maraqlı oldu ki, Allahu Akbar. Yəni mən bu yaşa gəlib çatmışam. Yəni bunların çoxsunun heç adlarını ilk dəfə də eşidirəm. Paylaşın ki, daha çox insanlar bu videolardan xəbərdar olsun. Bu dinsizlər, imansızlar baxıb utansınlar ki, heç olmasa insaf əhli olsunlar, arada bir müsəlmanlardan da danışsınlar. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.